Kamran. Kamran təbrik edirəm. Təbrik edirəm. Sağ ol. Kamran, oyundan yaxşı kimi görürsən? Qol vuran futbolçumuzu yoxsa özünü? Ben elədim ki, top bırakmadıq, yəni uğurdur. Yəni hər zaman demişəm ki, top bırakmaq uğur sayılmır da. Uğur odur ki, qələbə qazanasan. Kollektiv idman növüdür, tək idman növü deyil ki, yəni hər şey öz üstünə çəkim. Hesab edirəm, düzdür, biraz ağır oldu oyun. Belə deyək də, oyun bizi nəticə verməkdən ötürü oyun bizi məcbur elədi elə oynamağımıza, müdafiə olunmağımıza. Amma düşünürəm ki, bizə yaxşı oynamaqdansa nəticə lazım idi, onu əldə elədik. İnşallah yaxın gələcəkdə həm oyunumuzu düzəldərik, həm də belə nəticələrdən çox qazanırıq. Kamran, Əlcəvə nə olmuşdu? Əlcəyimə heç nə, top qaytarmadı. Deyən qoy cavab versin Əlcəyə, nə baş verdi? Sadəcə belə deyək də, Yaxşı idi elə bil, nəsə yaş olduğuna görə, yəni belə deyək də. sürüşür. Palçıq oldu Əlcək, elə bir palçıq oldu ki, yəni belə deyək də, meydanın elə bir yerində palçıq olur, belə şeylər olur. Əlcəyin sadəcə palçığını təmizləyəndə içi qopdu. İçi qopdu, cavab saxlamırdı, ona görə dəyişmək məcburiyyətində oldum. Hər çox demək olar ki, ən çox sən işlə. İş ümumiyyətlə 11 nəfərə düşür, iş hər kəs öz payını görməlidir. Yəni sadəcə vuruşmaq lazımdır, onu da həyata keçirdik, vuruşduq. Əlbəttə belə oyunlarda iş düşür, qapısı iş düşür. Neysə əldə eləməkdən ötürü geri meydanda iş düşür. Topu növbətdə çıxıyor. Top əlimdən çıxmadı, sadəcə meydan amilləri elə idi ki, yəni vuruşmaq, sürüşən yox. Meydansa elə bir halda idi ki, ayaq üstə durmaq belə deyildi. Topu vurmaq eləmək biraz çətinlik çəkir adam. Ondan görə hissləndim meydanı. Kələ-kötürdü? Olur da 90 dəqiqədən fərqli adam olur, tamam fərqli adam. Kamran kələ-kötürdü meydansa sən? Kələ-kötü deyəndə çox yumuşaqdır meydansa, yəni hər epizodda ayağın altından qaçır. Yəni başladan sonra. Palçıq kimi deyil, yəni bərk deyil, səməni halındadır stadion. Yəni dünən biz burada məşq eləmədik, bizi buradan çıxartlar, daha bərbad görmüşük, amma yenə də şükür olsun ki, daha Allah bərbad halda deyildi. Kamran, topu oyuna daxil eləyəndə bizə topu oyuna daxil edər, sanki biraz ləng keçir. Bu vaxt ötürməkdən yox, ötürməkdən deyəndə ki, deyirəm axı, yəni oyun elə hallar olur ki, oyun səni o üzrə oynamağa məcbur edir. Yəni sənə məşqçi göstərişi maket üzərində göstərir, amma sən bir futbolçusan, yəni oyunda fantaziya sənin üstünə düşür. Təbii ki, oyun disiplinasından çıxmamaq şərti ilə, oyun meydançasından, yəni oyun məşqçinin dediyi taktikadan çıxmamaq şərti ilə, amma meydançada öz funksiyonu, öz fantaziyonu həyata keçirə biləsən. Amma oyun bizə elə bir hala salırdı, belə deyək də, oyunun amili, oyunun gedişatı, nəticəyə uyğun elə məcbur edirdi. Kamran bəhrəm oldu. Ondan da əlavə, üzr istəyirəm, ondan da əlavə meydança amili elə idi ki, yəni qoyub yerə tez başlamaq, ayağın altından qaçır. Düşünürəm, bir-iki dəfə belə momentlər oldu ki, yəni vurdum qırağa, yəni belə şeylər olur, ayağından qaçır. Çox oldu belə şeylər, bugün bir dəfə olmadı. Yəni, tək məndə yoxdur. Kamran, bəhrəm oldu oynamaq rahat sənə yoxsa? Bu futboldur, yəni harada oynayırsa oyuna fərq eləməz. Odur ki, xalqımın qabağında oynayır. Xalq bizə dəstək olsun. Bir də Rövnə müəllim gəldi, mükafatı məbləğini açıqladı, yoxsa bir Çexiyadan qalan ikisini bir yerdə söhbət eləyər? Mən orada deyildim. Kamran, bugün milli komandada qalib gəldin, amma klubun bu abişdə Portuqaliya kubokunda uduzdu. Klub haqqında danışmaq hazırda milli heyətindəyəm. İnşallah yaxın gələcəkdə kluba qayıtsam, sağ-salamat olsa klub haqqında danışarım. Kamran, məlumatım yoxdur elə ki, yəni bugünkü oyuna köklənmişdik. Bugünkü oyun haqqında danışırıq. Kamran növbəti oyun Çexiya ilə, çətin səfər oyuncu oldu. Çexiya. Valla Çexiya elə inşallah sağ-salamat gedək çataq. Kimin necə oynayacağını bilmirik, kim çıxacaq stadiyyatda bilmirik. Yəni kimliyinə əlbəttə asan da işin olur. Yəni hər şey çətin olur. Sanmayla da çətin olur. Sadəcə nəticə əldə etmək üçün yenə də vuruşmaq lazımdır. Tək biz yox, sizlər və sizlərin içində Azərbaycan xalqı hamı bir-birimizə dəstək olsaq, bir-birimizə dayaq olsaq, ən əsas da meydançaya çıxan özündən razı yox, özünə güvənməlidir, inamı olub, vuruşmalı və Allahdan istəməlidir. İnşallah bir yerdə nəticə